müzakirəyə də daha açıq olur. Ekranı rahat görürsünüz. Bəli, rahat görürük. Aha. Bəli. Azərbaycanda torpaq örtüyü də təbii ki, iqlim müxtəlifliyi olduğu kimi, bu da relyefdən, dağların ekspozisiyasından, yerləşməyindən, Xəzər dənizindən, həmçinin özümüzün dünya üzrə coğrafi mövqeyimizdən asılı olaraq iqlim müxtəlifdir. Bu da torpaq müxtəlifliyinə, landşaft müxtəlifliyinə, iqlimdən asılı olan şeylərin hamısının müxtəlifliyinə gətirib çıxarır. Mən burada fikir verirsinizsə, baxın, qeyd eləmişəm, bir-bir hansı hündürlüklər arasında hansı torpaq tipləri formalaşır. Bunları biraz daha ətraflı formada istəyirəm qeyd edeyim. Deməli, burada bunun rəngini göy seçsəm, elə bilirəm ki, daha yaxşı olar. Aha. Deməli, müəllimlər, baxın, təxminən 400 metrdən 700-800 metrə qədər şabaldı torpaqlar formalaşır ölkəmizdə. Deməli, şabaldı torpaqlar formalaşır ölkəmizdə. Şabaldı torpaqların da nisbətən aşağıda olanı açıq şabaldıdır, daha yuxarıda olanı tünd şabaldıdır. Bu da bir dəqiqə bunu mən Ən çox Şamaxı, İsmayılı, Gədəbəy. Yox, müəllimə, o qara torpaqlardır, qara torpaqlardır. Deməli, iqlim qrafikini xatırlayaq. Bax, belə bir şey var idi. Biz demişdik ki, təxminən hardasa 500 metrə qədər hansı iqlim idi? Yarım səhra iqlimi. 500 metrdən təqribən, indi bu təqribə rəqəmlərdir də bunlar. 1500 metrə qədər hansı iqlim idi? Mülayim, isti iqlim. 2700-ə kimi? Bəli, 2700-ə kimi, bəzi ərazilərdə 3000 də deyə bilərik, 3200 də deyə bilərik. Məsələn, Naxçıvanda soyuq iqlimdir. 3000-3200-dən yuxarı da daha tundra iqlimidir. Mən hətta 3000 metrdən yuxarı hesab olunmasının tərəfdarıyam. Çünki daha dəqiq belə yazılır. Daha əsaslı dərsliklərdə, universitet dərsliklərində filan. İndi biz bu ardıcıllıqla torpaqları da uyğunlaşdıra bilərik. Şabaldı torpaqlar 400-lə 800 arasında yayılıbsa, deməli aşağıda olan bu açıq şabaldı torpaqlar düşəcək yarım səhraya. Baxın, burada qeyd eləmişəm. Tünd şabaldı isə mülayim istiyə düşəcək. Əsasən, açıq şabaldı torpaqlar irriqasiya şəraitində istifadə olunur. Tünd şabaldı torpaqlar əkilən məhsuldan asılı olaraq həm dəmiyə ola bilər, həm də irriqasiyada ola bilər. Çünki yuxarıya qalxdıqca rütubətin miqdarı da artır, hava da soyuyur. Bu da rütubətə tələbatı nisbətən azalır. 700-800 metrdən təxminən 2000 metrə qədər dağ meşə torpaqları yayılıb. Dağ meşə torpaqlarında aşağıda qəhvəyi dağ meşə torpaqlarıdır, yuxarıda qonur dağ meşə torpaqlarıdır. Qəhvəyi dağ meşə torpaqları görürsünüz 700-dən dedik 2000-ə qədər. Deməli, mülayim isti iqlimə düşəcək. Mülayim isti iqlim şəraitində qəhvəyi dağ meşə, soyuq iqlim şəraitində də qonur dağ meşə torpaqları formalaşır. Amma qonur dağ meşə torpaqları mülayim istidə də formalaşa bilər. Nisbətən aşağıda da yarana bilər. Əksərən amma soyuq iqlimdə. 2000 metrlə təxminən 3000 metr aralığında dağ çəmən torpaqları yayılıb. Dağ çəmən torpaqları da 5 yerə bölünür. İbtidai, torflu, çimli, yumşaq çimli, qaraya bənzər. Yuxarıdan aşağıya doğru bu yazdığım formada məhsuldarlıq artır. Ən aşağı məhsuldarlıq burada ibtidai torpaqlardadır. Ən yüksək məhsuldarlıq da qara torpağa bənzər olan tipindədir. İndi bunlar hansı ərazilərdə yayılır? Deməli, Böyük və Kiçik Qafqazın dağ ətəyində, Acnohor Ceyrançöldə, Gəncə Qazaxda, Qarabağda, Naxçıvan Muxtar Respublikasında şabaldı torpaqlardır. Hündürlüyü az olan ərazilərdə açıq şabaldıdır. Hündürlüyü nisbətən çox olan, dağa doğru olan hissələrdə tünd şabaldıdır. Acnohor Ceyrançöldə həm açıq şabaldı torpaqları var, həm tünd şabaldı torpaqları var. Gəncə, Qazax və Qarabağ düzlərində isə açıq şabaldı torpaqlardır əsasən. Böyük və Kiçik Qafqaz dağlarında, həmçinin Talış dağlarında, qəhvəyi və qonur dağ meşə torpaqlarını biz görə bilərik. Talış dağlarında da var hər ikisi. Xəritəyə diqqətlə baxmaq lazımdır. Az da olsa yayılıb. Naxçıvan Muxtar Respublikasında isə iqlimin quraqlığı ilə və meşə örtüyünün az olması ilə bağlı olaraq qonur dağ meşə torpaqları yoxdur. Qəhvəyi dağ meşə torpaqları yaranıb. Çünki Naxçıvan Muxtar Respublikasında meşələr qurşaq əmələ gətirməsə də az formada talalar şəklində yayılıb da həmin quraq ərazilərdə, kolluqlarda qəhvəyi dağ meşə torpaqları formalaşıb. Dağ çəmən torpaqları Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq hissələrində, hətta çox miqdarda Talış dağlarında da mövcuddur.
Keçim digər hissəyə bunu silim. Bu Google Meet-də daha rahat istifadə edirdik ekranı, həm də yazı yazmaq üçün çox uyğun idi. Zoom-da nisbətən çətindir. Bura aid sualımız var mı müəllimlər? Yoxdursa keçirəm. Deməli 220-dərik biz. 221 mi oldu? Aha. Bu xəritədən də bunları görürük. Bəs dağ torpaqları. Burada müəyyən məsəl üçün dağ sarı torpaqları var, podzollu sarı torpaqları var, dağ qara torpaqları var. Bunlar hansı ərazilərdə yayılıb? Dağ qara torpaqlar Şamaxıda, İsmayılıda, Gədəbəydə, Xocavənddə bu ərazilərdə formalaşıb. Vaxtilə meşə olmuş ərazilər antropogen təsir nəticəsində qırılıb, çöllər əmələ gəlib. Burada da dağ qara torpaqlar formalaşıb. Yaxşı, belə bir sual vermək istəyirəm. Sizcə çoxillik bitki örtüyü olan ərazilərin torpaqları daha məhsuldar olar, yoxsa bir illik bitki örtüyü olan əraziləri? Ümumi götürsək, səhra yarım səhranı tutmaq şərti ilə. Bir illik. Bəli. Çünki o tez-tez yenilənir. Bəli, tez-tez yenilənir, çürüyür, torpağa qarışır, humusun miqdarını da artırır. Aha. Sonra burada düzənlik ərazilərimizin torpaq tiplərinə baxaq. Düzənlik ərazilərimizin torpaq tiplərində boz torpaqlar və bozun törəmələridir. Boz qonur torpaqlar Abşeron yarımadası, Qobustanda, Cənub-Şərqi Şirvanda bu ərazilərdə yayılıb. Ümumilikdə boz torpaqlar Kür-Araz ovalığında, Naxçıvan Muxtar Respublikasının Araz boyu düzənliklərində, Mil, Muğan, Cənub-Şərqi Şirvan bu ərazilərdə yayılıb. Boz çəmən torpaqları isə bu dediyim ərazilər ki var ha, baxın Kür-Araz ovalığının düzənliklərinin daha çox suvarılan ərazilərində formalaşır boz çəmən torpaqlar. Ümumiyyətlə torpağı biz necə adlandırırıq? Rənginə görə və üzərindəki bitkiyə görə adlandırırıq. Bu dediyim ərazilərdə torpaqlar suvarıldığı zaman, daha çox rütubət aldığı zaman çəmənliklər daha çox formalaşır və boz torpaqlar boz çəmən torpağa çevrilir. Üzərində çəmənliklər formalaşır. Çoran torpaqlar bu göstərdiyim ərazilərdə Kür-Araz ovalığında, Abşeron yarımadasında, Naxçıvan Araz boyu düzənliklərində formalaşır. Və bu şoranlıqlarda belə deyək, təmizləmək üçün kollektor drenaj sistemindən istifadə edirlər. Qurun sularının səviyyəsi tənzimlənir və şoranlıqlar yuyulur, təmizlənir. Buna da biz rekultivasiya tədbirləri və meliorasiya tədbirləri deyirik. Şorakətli boz qonur torpaqlar isə bu adlı Abşeron yarımadasının qərb hissəsində, Qobustanın cənubunda və Samur Dəvəçi ovalığının cənub hissələrində müşahidə olunur. Bunlardan başqa çəmən meşə, allüvial çəmən meşə torpaqlarımız harda yayılıb? Qanıqəyri-çayda, Şollar düzündə formalaşıb. Çəmən bataqlıq torpaqları isə Kür çayı boyunca olan ərazilərdə, Qızılağac körfəzi sahillərində formalaşıb. Xəzər sahillərində də qumluqlar müşahidə olunur.